şəhid anaları, görürsünüz də balalarınız hardadır. Beynül Hərəmiyyədə ilk dəfə olaraq Əbülfəzl Abbasla İmam Hüseynin hərəminin arasında. necə demişdiniz, mən də elə sizin arzunuzu yerinə yetirdim. İcazə vermirlər deyənə məcburuq tez olaraq çəkiliş aparaq ki, gözümüz üstə yeriniz var, şəhidlərinizin yeri var, ancaq icazə vermirlər deyənə. Məcburuq çəkiliş aparaq. Allahın salamı, rəhməti, bərəkəti, Həzrət İmam Hüseyin əleyhissalamın timsalında bütün şəhidlərin şəfaəti cümləmiz üzərimizə olsun inşallah. İlk dəfə olaraq Azərbaycana xüsusi təyinatlı şəhidlər toplusu şəkilləri Beynül Hərəmiyyədə Həzrəti İmam Hüseyin əleyhissalamın və Həzrəti Abbas əleyhissalamın hərəmində canlı olaraq. Azərbaycan şəhərləri, xüsusi təyinatlıları Beynül Hərəmiyyədə Həzrət Əbülfəzl Abbas və Həzrət İmam Hüseyin əleyhissalamın özünüzə icazə vermirlər deyənə. Tamam. Xalas abi. Hop. İmam Hüseyin'i de ne alıyor? İmam Hüseyin'in şəhidlərini İlk dəfə olaraq Beynül Hərəmiyyədə ilk Azərbaycan xüsusi təyinatının şəhidlərin şəkilləri. Beynül Hərəmeyn iki hərəm arasında, Əbülfəzl Abbasın hərəmi ilə İmam Hüseynin hərəminin arasında Azərbaycan şəhidlərinin şəkilləri sərgilənir inşallah. İlk dəfə olaraq.